Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, xatırlayırsınızsa 2 həftə bundan öncə sizlərlə siqnal valyutası haqqında danışmışdıq KuCoin birjasının. KuCoin birjasından gələn siqnal ENSO valyutası oldu. Bunu əslində sadəcə siqnala qoşulanlarla paylaşacağıq. Təəssüf ki, KuCoin-dən də bu siqnal gəldi və biz bunu necə deyim, KuCoin birjasından əvvəl bilirdik Emilin sayəsində. Ona görə də bunu sizinlə belə deyim də, yəni paylaşıram ki, artıq yəni biləsiniz ki, KuCoin-in bizə məsləhət gördüyü valyuta ENSO valyutasıdır. Və dostlarım, artıq görürsünüz, market cap'i 55 milyon dollardır. Bu dünən bunun market cap'inə baxaq. Dünən 124 milyon dollarlıq bir market cap'ə sahib idi. Bu şəkildə bazara girmişdi. 124 milyon dollarla. Artıq Binance-ın spotunda da listelənib, gördüyünüz kimi. Binance Türkiyə spotunda da listelənib, ekstra Bybit, Bitget, Binance Alpha və adlarını saymadığımız QTO-dan tutmuş bütün birjalarda ENSO valyutası listelənib. Bu valyuta dostlarım, qısaca sizlərə belə deyim ki, saatlı bir bombadır. Yəni bax, bu ekranda gördüyünüz valyuta ENSO saatlı bir bombadır. Əgər ENSO haçaqsa Mr. Beast tərəfindən paylaşılsa, çox ciddi bir şəkildə yüksəliş əldə edəcək dostlarım. Hal-hazırda düşüşünün bizə xeyri var, çünki dib nöqtələrdən toplamağı planlayırıq bizdə. Yəni sırf baxın bu valyutanı. Çünki dostlarım, gələcəyi olan bir şeyə yatırım edirik. Proyekt okeydir, əladır. Ekstra olaraq proyekti izləyən adam hər şeydən daha yaxşıdır. Yəni biz bu işdə, düzdür, proyektə də önəm verdiyimiz kimi, əsas proyektin arxasında duran adamlara da necə deyim, fikir verməliyik. Hal-hazırda bu valyutadan mənim əlimdə bir ədəd belə olsun yoxdur. Səbəbini də deyim sizlərə dostlarım, mən 1.79, 1.82 civarlarını gözləyirəm. Yəni ki, bunun hal-hazırda qiyməti gördüyünüz kimi 2 dollar 70 sent civarındadır. Əslində burada qiymət uyumsuzluğu var. Birjalarda 2.66 ilə falan satılır. Məsəl üçün mən bayaq necə deyim sizlərə, Orbit birjasından baxdım, 2.60 falan Orbit birjasındadır. Bir də bəziləriniz deyə bilər ki, Azər, bunun qiyməti məsəl üçün 2 dollardır və ya 1 dollardır. Yəni sizlər dostlarım, yəni öyrənmisiniz qiyməti sıfırlarda daha çox olan valyutalara üstünlük verməyə. Baxın, biz məsəl üçün deyək ki, ENSO valyutası düzdür. Mən buna 100 dollar yatırım edirəm. 100 ədəd ENSO alıram, 270 dollarlıq. Bunun qiyməti ENSO bizə 10 qat qazanc versə, 270 dollar qoyduğum pul 2700 dollar olacaq. Həmçinin Coin Market Cap-ə açaq. Buradan məsəl üçün bol sıfırlı valyutalardan biri Shiba. Həmçinin Shiba, baxın, gördüyünüz kimi. Shiba'ya da 100 dollar deyək ki, yatırım etmişik. 270 dollar. Burada da bizə toplamda bu qədər Shiba verir. Bunun da qiyməti 10 qat yüksəlsə, biz yenə də 2700 dolları götürürük, başa düşdünüz. Yəni burada önəmli olan bir valyutanın qabağındakı bu bol sıfırlar deyil. Başa düşdünüz. Bəzi dostlarımız elə bilir ki, bu sıfırlar gələcəkdə 1 dollar olacaq. Yəni yenə də deyirəm yoldaşlar, bir valyutanın bazarda olan dövriyyə sayısına baxın, daima buna diqqət edin. ENSO valyutası ona görə 2 dollar 70 sentdir ki, hal-hazırda toplam 100 milyon ədəd necə deyim, ENSO valyutası var və bunun 20 milyon 590 min ədədi ümumi bazarda dövriyyəsi var və zamanla təbii ki, kilit açılımlarda olacaq. Yəni bir valyutanın bol sıfırlı falan olmağı bu o demək deyil ki, bu sizə yəni 10 dənə sıfırlı valyutanı aldın, bu 1 dollar olanda babat pul qazanacaqsan, xeyr. Yəni ki, ikisi də eyni şeydir. Dostlarım, burada sizə gördüyünüz kimi bir valyuta məsləhət görmüşdük ayın 27-si günü. Qısaltması isə BAS tokendir.
İndi isə bu valyutanı açsaq, qısaca sizə bunun üzərindən bir nümunə verəcəm. Gördüyünüz kimi valyutanın qiyməti 0,016 olanda, yəni 1 sent yarım olanda paylaşmışdıq və artıq bunun qiyməti 10 sentin üzərindədir. Bax, buna görə dostlarım, hər zaman büdcə bölgüsü deyirəm. Büdcə bölgüsü nədir? Bax, deyək ki, 10 ədəd valyuta satın alırsan, düzdürmü? Bunun 9-u səni ziyana aparanda, biri gətirib sənə xeyrə çıxardanda, 9-unun ziyanını bir valyutadan qarşılayırsan və ekstra olaraq əlində də 9 valyuta qalır. Başa düşdünüz? Yəni bu kriptovalyuta işi sizlər üçün belə deyim, futbol şotu falan yazmaq kimi gəlməsin. Əgər düzgün proyektlərdəsinizsə, sadəcə və sadəcə səbir edib gözləməlisiniz. Və yaxşı proyektləri dib qiymətdən alıb yığmalısınız. Alıb yığmalısınız ki, dostlarım, gələcəkdə nələrisə edə biləsiniz. Videomuz bu qədər idi. Sağ olun.